İnsan həyatında davamlı olaraq baş verən eyni və ya bənzər hadisələrin onun şuurunun fərqində olunmayan hissəsi ilə əlaqəli olduğunu anlamalıdır. Şuurun fərqində olunmayan sahəsi dedikdə mən çoxunuzun şuur altı və ya təhtəl şuur deyə bildiyiniz hissəyə mən şuurun fərqində olunmayan hissəsi deyirəm. Bunu anlamalıdır ilk öncə. İkinci olaraq isə həqiqətən bu sıxıntının bitməsi üçün bunu qəlbindən istəməlidir. Yəni bu doğrultuda düzgün addımlar atmalıdır, özünü aldatmamalıdır dostlar. Üçüncü isə bu doğrultuda düzgün işlər görən insanları araşdırıb tapmalıdır. Bu üç punktu yerinə yetirən insan öz problemlərini və ya sıxıntısını, o davam edən sıxıntı və ya problemləri aşar. Bunları həll edə bilər. Bunu anlamaqda fayda vardır dostlar. Bu üç punkt mütləq önəmlidir. Nədir? Üç punkt təkrar edək. Birinci olaraq davam edən problemlər və sıxıntılar mənim şuurumun fərqində olunmayan hissəsi ilə əlaqəlidir. 2. Mən bunu həqiqətən həll etməyi könüldən istəyirəm. Yəni doğru düzgün addımlar atacağam. 3. Bu yöndə düzgün işlər görən insanlara müraciət edəcəyəm. Araşdırıb bunu tapacaq və onlara müraciət edəcəyəm. Bu üç punktu yerinə yetirə bilən insan o davamlı baş verən hadisələri həll edə biləcəkdir. Bunu anlamaqda fayda vardır.